Salam hörmətli abituriyentlər və eyni zamanda məzunları nəzərdə tutaraq deyirəm. Belə bir sual gəlib çıxıb ki, valideynlər mənə ünvanlayır. Mən o suala görə bütün suallara cavab vermək məcburiyyətindəyim. Deyir ki, mənim oğlum polis akademiyasına gedəcək. Başqa bir valideyn də deyir ki, mənim oğlum dövlət təhlükəsizlik xidmətinə gedəcək. Bu da burada sənəd verməlidir. 18-i və fevral və martın 5-nə qədər sənəd verməlidir. Buna bir açıqlama gətirək ki, əgər gələn illəri universitet, yəni polis akademiyası və digərləri, yəni dövlət xidməti 9-dan və 11-ci sinifdən kolleclərdən, eyni zamanda digər, yəni Milli Aviasiya Akademiyasında, ADA-da, yəni ADA Pedaqoji Universitetində hər hansı bir yerdə oxumaq istəyən abituriyentlər 18 fevral və 5 mart arasında hökmən sənəd təsdiqi eləməlidir. Bu sənəd təsdiqin böyüdüb, yəni keçilməyəcək bir şey eləməyə ehtiyac yoxdur. Bunu hər biriniz özünüz də həll edə bilərsiniz. Amma istəyənlər olursa, biz bu məsələdə sizə kömək eləyə bilərik ki, amma şərtimiz var ki, öncədən müraciət eləmək lazımdır ki, biz də işimizi ona görə bilək ki, hamınıza uğurlar arzu ediyoruz. Təşəkkür edirəm.